başladım işləməyə. Sizcə niyə? Çünki məndə Formagel idi. Formagel bildikdə arka kimi üzərində çox gel olmadığına görə qıraqlardan, uzun dırnaqlarda qıraqlardan çat verə bilir. Həmçində iş görən əllərdə ümumiyyətlə. Mən də iş görməyi də xoşlayıram, hamı bilir. Ona görə məndə dırnağımın, baxın, bu qıraqdan çatladı. Bu isə sınmışdı, çox pis yerdən sınmışdı. Gözlədim ki, qurusun. Sonra şeylədim, nədir adı, işləməyə başladım. Düzəlsin deyə gözlədim. Nə vurursunuz? Şəffaf gel. Şəffaf gel məndə, baxın, budur. Qoyuram ki, burada görəsiz. Sonra bazı elə etmirlər. Əlbəttə ki, yox. Qəşəng dırnaqda yaxşı baldız üzü cırmaq olar. Nə qəşəng dırnaqdır, yaxşı baldız üzü cırmaq olar. O nə deməkdir, quzum? Heç nə başa düşmədim sizdən. Nə deyir? Yaxşı baldız üzü, yaxşı baldızının üzünü cırmaq olar demək istəyir. Deyir, görəsən baldız üzü cırmaq olar. Niyə cırasan ki? Birbaşa sıçan dərmanı ver, ölsün. Özünü əziyyətə salma. Ekranı bəyənək. Yəni baldızın üzünü. Başa düşdüm. Ekranı bəyənək. Bir dəqiqə, maşallah, sərəgəyə, gözəlliyə deyir, görəsən baldızı, yəni baldızın üzü, Başa düşdüm, anladım, canlarım, fanlarım, aşk böcəklərim. Bir də ekranı bəyənin. 1, 2, 3, 4. Bilirsiniz necədir? Bu dırnaqlar o qədər bahalı bir dırnaqlardır ki, adamın heyfi gələr bundan kimsə üzünü cırma. Lütfə sən birbaşa sıçan dərmanı ver. Ekranı bəyənək. Uşaqlar, ekranı bəyənin. Baxın, canlı, mən yellak vurana qədər 50.000 olmasa fırladacam. Yəni görməyəcəksiniz mənim işimi necə aparacamsa, yaxşı? Bir dəqiqə. Çox pis məsləhət gördünüz. Zeynəb, mən dedim, o da getdi elədi. Az yaxşı da, deyib gülürük. Niyə oturaq qırğın eləyək? Qardaşı yaxşıdır, bacısı pis. Qardaşı yaxşıdır, bacısı pis. Ürəyim olur. Niyə olmur ki? Hər evdə 4 uşaq, 5 uşaq, 3 uşaq, 2 uşaq, hər ikisinin xasiyyəti eyni olmur. Bacı ilə yola getmir, olur dalaşır. Baldızla gəlin məcburdur yola getməyə, yox. Düzdür, yəni hərənin öz xarakteri var. Öz dırnağınız nə gözəldir canımsan, çox sağ olun. Yuxarını oxuyun. Fidan, nə yazmışdınız siz? Yuxarıda yoxdur. Sizin yazdığınız düşməyib gözəlim. Tək yazdan qoy gəlsin, yaxşı? Bir dəqiqə. Bir dəqiqə. Sizi tanımıram, amma həqiqi çox istəyirəm bacı. Canımsan lalacığım. Fərqli cavab versəydiniz yaxşı olardı. Tufan, Dəniz. Mən dedim, o da getdi. Vallahi elə oturub gözlürdü ki, Arzu xanım nə desin? Getsin onu eləsin. Qızlar, nə olub? Mənim cavablarım belədir də, görürsünüz. Od qoyan cavablardır. Məndən məsləhət istəməyin. Ekran çıxı tıqıldadan uşaqlar. Heç nə bitir. Xəttə deyildim, lazım. Bəyənin ekranı uşaqlar. Birinci növbədə, baxın, bu gellə için işləyirdim. Bunu qoyuram qırağa, keçirəm işlərimi. Düzdür, ağzını bağlamamalıydım. Niyəsə görə bağladım. Bir dəqiqə. Canlılarda sizi tərifləyirlər. Hansı canlıda? Məni tərifləyirlər. Şok oldum mən bacı. Mən də mənə pisləyirlər.
o səhvliyə yol verib mənə tərifləyib. Salam, bir söz soruşacağım. Olar, buyur. Təki siz söz soruşun. Qızlar, baxın, mən gellak vurana qədər, əgərlərim 50.000 gəlməsə, canlını fırladacağım, göstərməyəcəm. Mən bu zəri çox sevirəm. Çünki qəşəngdir, çox qəşəngdir. Bilmirəm, niyə elə bir ki, mən bu zərlə biraz eşq yaşayıram. Məndə bunun rəngarəngləri var, yəni başqa-başqa rəngləri də var. Hamısından xoşum gəlir. Ekranı bəyənəyin qızlar. Bir də ki, kalibişkalar, serdiçkalar yuxarıda görəb qoymuşam. 6 dənə ürək. Kim ovucun içində ürək? Kimin nəyə gücü çatır? Təbii ki, Allah yolunda köməkli eləsin. Gücü çatmayanda getsin oğurluq eləsin. Ekranı bəyənin. Bəyənin ekranı uşaqlar. Başqa canlılardan uğurluq eləyin bu nədir adı, sandıqları. Sonra gəlin bura. Baxaq. Bir dəqiqə. Ekranı bəyənək uşaqlar. Firacım, sizin sual hələ gəlməyib. Yəqin ki, həmkarlarımızdır, Arzuşqam. Gözəlsiz, amma nəyik? Paxılsız, mən və paxıllı. Canım, mən bir dəqiqə gözlə sənə cavab vermək istəyirəm. Xodanı deyəsən məni, canımsan, gözləm. Bir dəqiqə canım, küsmə. Bax, əzizim. Gözəlsiz, amma paxılsız deyirsiniz. Sual verirəm. Səncə bu gözəllik, bu əl işləri olan xanım və həyatda hər şey əldə eləmiş xanım, evdir, maşındır, uşaqdır, hər şey əldə eləyib. 2 dəfə ərdə olub qayıdıb, üstə 3-cüsə hazırlaşır. Fikir ver. Və əl işlərdə söz deyir. Səncə bu gözəllik kimin və niyə paxıllığını çəkə bilər? Prosta sual verirəm. Figurada məndə cırır. Çünki özlərimdə nəyi var işləyirəm. Prosta sual verirəm. Sizcə bu gözəllik nəyin və kimin paxıllığını eləyə bilər? Canımsan, dişlərimi də tez düzəltdirmişəm. Prosta istədim gülüm ki, onu da görəsən. Yəni mən sizin fikrimcə kimin paxıllığını eləyə bilərəm? Yəni məndən üstün kim var axı? Canımsan, bu sualıma sonra cavab verərsən. Öpürəm. Keçdik işimizə. Bir dəqiqə. Sən də mənim stilimi görə, ayda, visual stili mənim yanımda qələt eləyər də. Представляешь? Gəlin işimizə başlayaq. Uşaqlar, ekranı bəyənin bir dəqiqə. Bu dizaynlara xarici səhifələrdə baxırsınız. Belə deyim də quzum, ümumiyyətlə dizaynlar lüboy ölkədən ölkəyə ötürülür. Necə? Yəni ki, hərə yeni materiallar gəlir, üzərində işlənilir. Məndə elə dizaynlar var ki, onu heç kimdə görməmişəm, öz ağlımla işləmişəm. Və mən kimdəsə nəyisə görəmsə, sırf onu eləmirəm. Ona daha da gözəllik qatıram. Mən misal üçün başqa cürələrini görmüşəm, mən başqa cür işləyirəm. Başa düşdünüz? Yəni ki, mən sırf onu təkrar eləmirəm. Amma kimsə gəlib mənə təkrar əl iş istəyəndə, mən onu işləyib onu yola salıram. Çünki onu görüb onu istəyir. Yoxam, sənə yenə yaradırsınız da canımsan. Salam, necəsi? Yaxşı, mentecim, siz necəsiz? Qəşəng, ay Allah, ölürəm, canımsan, yox elə şey eləməyin. Qəşəng cavab, peçat, ay Allah, dediniz, ekranı fırladacağım. Əgər 50.000 olmasa mən gəlaq çəkinə qədər. Arzuşqam, köhnə dırnaqları aşk yaşadıq. Ay qız, mən hələ demirsən, o qədər bəyənirəm. Prosta məndə uzun müddət qalmır deyə forma gəlir. Çünki mən evdə iş görənəm, həm də ki, mən heç səliqəli dırnaq saxlaya bilmirəm. Yəni, ora çırp, bura çırp. Misal üçün, bu gördüyünüz akvaryumla, arka qaynaqları, onların içində gel çox olduğuna görə sınması olmur. Yəni, çat versin, sınsın, olmur. Mən dörgəşmişəm 2 aydan bir özümə dırnaq eləməyə. Bilirsiniz də, I am a rich girl, vaxt tapmıram. Ekran içki tıkıldadın.
paxıl şeydir, tənbəllik elədim. Bu paxıldır deyən xanım üçün. Bu tənbəlliyim tutdu canımsan. Gələn dəfə gəl bir də yaz, mən səni durub figuramı da göstərərəm, baxarsan. Ekran beğeni. Ay model. Model. Siz mənim canlımdasınız. Əgər canlımdasınızsa, oradakı sualları oxuya bilərsiniz. Mən işləyim, çünki həm ora bax, həm bura bax. Siz çəkiş edirsiniz. 2 deyil. Səndə nə telefondur? 16 Pro Max? Pro. Max deyil. Deyil. Kim sənə almayıb o Pro Max-ı? Dedi ben sığmırayım. Varım pamuçalı değil. Mamadırsa, mamanı evdən qov. Ekranı bəyənin uşaqlar. Güzel. Hə canım, Fidan ləzzət elədi bu qız. Canımsa, bu niyə bağlı gəlib? Bu yaxşı sözlər yazırlar, gəlmir. Bu saat pis yazsaydılar, hamısı gələcəkdi. Beğenirik bacım. Deyən, xeyirli olsun bunları da. Çox sağ ol. Ay Allah, nə qədər güldüm. Zər çox qəşəngdir. Bəyənirik bacı. Canımsan. Ay Allah, baxım sizin dırnaqlarınıza. Yağ vurdun. Bu gözəlliyə baxın. Bu da mənim tələbəşkamın əl işidir. Представляете, elə bir Arzu xanım işləyib bunda. Gətir. Sizə çatan var ama Arzu. Yo, çatırsan get-gedə. Görürəm, bir-iki dəfə də işləsən çatassan. Stop elə. Get, indi qəşən qırağını, bucağını təmizləginə gəlmişsən, çəkilişi göstərim. Hə? Hə, bəyənin ekranı uşaqlar. Bir dırnaq sənin üçün bilmirsən. Zən yığırsınız. Bəyənirik. Hə, Arzu dırnağındakı dizaynla yığırsan, hə, öz əllərimi işləyirəm də. Bir dırnağımı eləmişəm ki, prosta baxasınız ki, nə işləyəcək. Həm də özümdə yoxladım ki, necə çıxacaq rəngi. Bilirsiniz, nəsə bir yenilik eləmək istəyəndə mən həmişə onu öz dırnağımda yoxlayıram. Və yaxud da ki, model çağıram, əlimdə yoxlayıram. Prosta hələ qış qutarmayıb. Yəni, hələ heç köhnə yeni il də qeyd eləməmişik də, qızlar, düzdür. Və nəsə başqa bir dizaynlar eləmək istəmədim. Həm belə deyək də, həm bu akvarium da, həm də ki, qışa aid bir akvariumdur da. Görürsünüz, yəni içində qış effektidir. Amma belə deyək də, bu yeni il keçsə də, yəni ki, belə deyək də, qış qutarsa da, hələ də bunu biz istifadə edə bilərik. Yəni, qəşəng bir dizayndır. Sırf bu yeni il dizaynı sayılmır. Salam neçəyədir? Nə neçəyədir? Yazın. Ekranı bəyəni, bu arada qızlar deyim ki, ayın 15-i bizdə sıfırdan baza kursu başlayacaq. Bir yerimiz boşdur. Kim istəsə yazılıb gələ bilər. Yanında. Və təkmilləşmə kurslarımız da aktivdir. Bu ayın sonuna qədər, gələn ayın ortalarına qədər. Hə, belə işlər. Bəyənək uşaqlar ekranı. Aparat tam deyəməmiş fırlatma yana. Söndür, sonra fırlat. İndi isə baxın, bu zər olacaq. Bir də baxın, bu zər olacaq. Ekranı bəyənək uşaqlar. Hazırdan sonra. Hazırda. Gözlə gəlirəm. Ağı gətir, stolun üstünə qoy. Prosta mən bunları sırf dırnağın uç hissəsinə qoyuram. Ucunda elə bir ki, bir balaca uziminkadır da, görürsünüz bax. İzyuminkadır, gözəl görsənir mənim fikrimcə. Yəni, alt hissədən görsənir, amma qəşəng görsənir. Hə, ekranı bəyənək uşaqlar.
əlvizin dırnağını düzəltmişsiniz, o birisi əlvizə səhərə vaxt çatmaz. Bir də sual oxu. Elə olub ki, bir əlvizin dırnağını düzəldəsiz, biri qala səhərə vaxt çatmaz. Ürəyim olub ki, ümumiyyətlə, yəni bazasını vurmuşam, 3 gündən sonra işləmişəm öz dırnaqlarımı. Конечно olub. Bir əlimi eləmişəm, bir 15 gündən sonra da o bir əlimi eləmişəm. Hətta belə də olub. Hətta deyim ki, bir əlimi eləmişəm, bir aydan sonra o birisini eləyəndə ikisinin də rəngini dəyişmişəm. Çünki çatdırmamışam. Səliqəsiz uzanıbdır. Niyə ki? Kim idi onu yazan? Yazan yüzerdi kimsə. Şəffaf nədir çəkdiyiniz? Şəffaf sidingeli. Getdi qurumağa. Bunun ziyanı var. Mənim dırnağım deyir, səliqəsiz uzanıb. Niyə səliqəsiz uzanır ki? Xardadır səliqəsiz uzanmağa. Qıraqdan da baxaq belə də. Hamısı pek səhvədir. Pek səhvədir. Onda aydın məsələdir. Baxmaq olar ona. Nəyə? Nəyə baxmaq istəyirdiniz? Çox da qəşəngdir yazıb Günay xanım. Ay qızlar, heç əsəbləşməyin. Fake səhifələrdir. Görürsünüz, heç mən mağazadan arada qoz alıram. Heç ona da saymıram. Bir adi tipsiyə yığırsınız. Yox, üst formada uzun. Çox gözəl səliqəlidir. Uşaqlar, bir balaca ekranı bəyənin. Ziyanı var. Nəyin ziyanı var? Prosta tuta bilmirəm söhbəti. Olmasa nə yazmışsınız? Heç yazmamışsınız siz. Düşmür yazmışsınız. Uşaqlar, ekranı bəyənək. Kalbişkalar, serdişkalar, ekran çıkı tıkıldadan. Bunun içi avtomatik olaraq elə bir bagat olur. Buna baxın, bu biraz boşdur. Amma bunda görürsünüz, alt hissədədir. Güclü parıldamır. Bax, güclü parıldamır. Amma qəşəngdir. Burada isə prosto hələ ki boşdur. Ekranı bəyənək, saniyə, 30 saniyə qoyuram. Əslində qalsa 10 saniyə də bəsdir. Çünki sidin şəffafı 10 saniyə quruyur. Ekranı bəyənək. Çox sağ olun. Ekran çıxı tıkıldadım. Kimin sualları oxunmayıb qızlar? Təkrar yazın. Çünki gəlməyib səsiz. Hə. Yazıb ki, salam, hər bəzəkdə qurudub digər bəzəyi qoyursunuz. Yox. Bax, misal üçün bunu qoydum. İçinə digər zərləri də düzürəm. Sonra quruduram. Baxır, nə işi görürəm. Qurudub nə ilə yapışdırırsınız? Gelin. Adi şəffaf gellə edirik. Bəli, bəli. Adi şəffaf geldi. Neçəyədir bu gel? 22 manatdan, amma mən bunu məsləhət görürəm sizə. Niyə məsləhət görürəm deyim. Parlaqlığı uzun müddət qəşəng saxlayır. Həm də güclü parıldadır. Baxın, bunu görürsünüz mənim dırnaqlarımı. Görürsünüz necə parıldayır. Yəni itməyibdir parlaqlığı. Həm də rəngi dəyişmir. Bax, dırnaqların rəngi dəyişmir. Üstəlik ki, mən əlimi sarı kökə də vurmuşam. Yəni rəngini dəyişmir. Qəşəngdir. Dırnaq ortadan qopur, qırılır. Onu necə təmizliyə unutmasın? Neynək deyir? Ortadan bir dırnaq qırılır. Onu necə təmizliyə incitməsin? Təmizləyək, incitməsin. Misal şu, buradan qırılıb da. Tutalım. Bura baza vurursunuz, aparatda qurudursunuz. Bu hissəsini kəsirsiniz, götürürsünüz kukruz başlığı ilə. Mənim o videolarıma baxın, kəsmə videolar var. Kukruz başlığından burasını kəsin, götürün. Sonra bunu qrizintalina da belə təmizləyin. Yuxarıdan aşağıya yox. Bax, bu cür. Yaxşı? Всё. Yazıq soyuqdur sizə dırnağınız görərim.
Mənim. Yo, göyərməyib quzum. Burada ağ şey var, nədir adı? Ağ rəngdə gel var. Burada isə təmiz çıxartmışam. Yo, heç göyərməyibdi. Bax, öz rəngidir bu. Görsünüz. Yəni göyərmə yoxdur. Prosta burada ağ gel var. Elin içinə görsənib göstər. Göstərə bilərsiniz geli. Geli indi göstərəcəm. Bir dəqiqə dayanın qızlar. Bir dənə mən Telebeşkaya video çəkməyə öyrədim. İndi bax belə. Siz bir dənə bəyəndin, mən indi gəlirəm. Bir dənə video çəkin. Bir dənə bursam. Siz bir dənə bəyəndin, mən indi gəlirəm. Bir dənə video çəkin. İndi mənə baxın. Yox, baxmayın ora. İndi mənə bax. Onun səsini al. İndi mənə bax. İndi bax. Bax, birinci saxla, tərpətmə. Bax, belə. Dayan. Bax, belə. Saxla. Tərpənmə. İndi bax. Bax, görsən, bu barmaq qabağa gəlmiş kimi də. Verdim arxaya. Bax, buradan baxıram. Bunu da verdim biraz arxaya. Gördün? İndi bax, bunu biraz aşağı. Gördün? Sən nə cür dedin, nə içində qalacaq. Sonra götürürəm bir balaca. Fırlatdıq. Eyni ilə. Bunları mənə atarsan sonra yaxşı. Çünki yox, o birisini çəkmirik. Niyə çəkək ki? Yox. Axı mənə lazım diblər düşsün, o birisini çəksəm uzaqdan görsənəcək. Yəni mən bu videoda bunu göstərməliyəm, şəkildə bunu göstərməliyəm. İndi bir dəqiqə. Bax, səsi çıxartmaq kimi mən tez bunu göstərim. Danışıram. Tələbəmiz Aytəkinin əl işidir. Aytəkin xanım bizə 2 günlük təkmilləşmə kursuna qoşulmuşdu və belə bir nəticə verdi. Tam sərbəst əl işi, mənim müdaxiləm olmadan işlədiyi əl işidir. Aytəkin, necə oldu kurs? Bəyəndin quzum? Bəyəndim, çox sağ ol. Sən çörək yeməmişdin, hə? Gel, bir də ki, baxın bu topqatlayan göstərim. Baxın, bunlar hətta sarı kök də dəysə belə saralma falan vermir. Yəni özüm belə yoxlamışam. Və bunlar alırsınız, bunları istifadə edirsiniz. Yəni sarı kök də dəysə bunlar saralma verməyəcək. Yəni mən bax içindən göstərim. Bax görürsüz bir bacı burada öz dırnağımın arasında ilişib qalıb sarı kök. Mən sarı köklə iş görmüşdüm. Hətta bunun altında topqat belə yoxdur da. Yəni topqat çəkilməyib bu dırnağın altına. Görürsüz necə rəng dəyişilməyib. Yəni necə idisə rəngi gelin o cürdə qalıb. Bu o deməkdir ki, bu gellər keyfiyyətlidir. Alın, keyf eləyin qızlar. Kart eləmək istəyirdin. Bir də mənim kartımın kodunu dinən. Hə. Bir dəqiqə quzum, baxım görüm hamısını elədim. Ay qız, mən promoy canam, can. Ekranı bəyənək. Kızlar ekran içi tıkıldadın. Arzu Hanım, bunlardan başqa var. Nə? İstifadə edədiyiniz. Çoxdur. Çox sağ olun, yorum yazsınız. Siz sağ olun. Bir dənə git qapını bağla, gəl balam. Mamaya deyərsən ki, mən gətirəcəm səni evə, yaxşı, məndən gedəcəksən. Uşaqlar, ekranı bəyənin. İndi sualları oxuyub cavab verəcək. Bir dəqiqə. Gözünü oxuyuram. Göstərə bilərsiniz o geli, zəhmət olmasa indi gəldim, təkrar deyə bilərsiniz nə etdiniz. Əla, o biri elinizi deyirdim, qoymayın da biraz dinəlsin, qoymayın da biraz dinəlsin. O nə deməkdir? Dırnaq qaynağı həzaslanıb.
yazdığım mesajların düşməmə səbəbi nədir bilmirsiniz? Quzum, bizdə səhifə spamdadır, ona görə spam olanda yazı düşmür, bir də bəzi yorumlar görmürsüz. Yazdığın düşdüyündə birinci qoy, sonra yaz düşəcək. Birinci nöqtə qoy, sonra yaz düşəcək, ya çıx tezdən gir. Bəzən alınır, bəzən yox. Salam Arzu Qasımova, salam. Top neçədir? 15 manat. Bunları hardan alaq? Fornails shopdan. Fornails shopdan. Bu gelin fırçanı hardan almışsınız? Fornails shopdan. Top neçədir? 15 manat almışam. Tapa bilmirəm. Nəyi? Fornails shopda yazıb xanım, Nigu xanım yazıb da. Hardan alaq? Təşəkkürlər. Belə danışan olanda, belə danışan olanda deyir ki, bir dəqiqə, bir dənə açam, bağlı gəlibdir xanıma yazdığı. Belə danışan olanda Nika yadıma düşür, canımsan. Ümumiyyətlə Nika bizim canlarımıza baxır və danışığı öyrənir. Onun danışığı olsaydı bizim canlarımızda nə azarı var idi ki? Ondan əlavə, təkcə bizim canları yox. Liboy canlılara baxır və hamının ağzını yamsılamağa çalışır, amma yenə də qaşlarını geyinir, amma onlar kimi yeriyə bilmir. Top neçədir? 15 manat. Uşaqlar spamdan necə çıxırlar? Bilən varsa desin, zəhmət olmaz. Alo. Canlıya aid suallar düşmür. Başqa şeylər yazıram, düşür. Gel siddir, bəli. Serdeçkam. Can, Lüsimam, necəsiz? Salam, üst formansı firmadır. Topun padelkası var. Siz Fornail shopdan alın. Padelka olmayacaq. Belə baxanda bəli, insanların belə padelkası var. Deyirsiniz ki, hansısa topun padelkası olmasın. Gedin Fornail shopdan götürün. Onlar rəsmi distributordur Azərbaycana. Ekrançiki tıkıldada. Axırıncısı idi, kıstayçı. İndi öz dırnaqlarımı geçim. Qızlar, 50.000 eləməsə sıfırladacam canlını. Bir dəqiqə, topun padelkası. Necəsi yaxşıyam, Lüsmam, siz necəsi? Bir də təkrar edə bilərsiniz. Yox, təbii ki, Arzuşka. Amma bir barmağımı saxlayıram çəkilişə, baxarsınız. Bura qədər nə etdiniz? Şifahi deyə bilərsiniz. 100k bəyəni olsa spamdan çıxırsınız. Serdeçkalar, başlayın 100.000k eləməyə, qoy spamdan çıxa. Deməli, kalbişkam, üst forma içində birinci şəffaf gel vurdum, aparatda qurutdum, sonra şəffaf gel çəkdim, zərləri düzdüm, yenidən aparatda qurutdum, yenidən şəffaf gel çəkdim, digər zərlərimi düzəltdim, aparatda qurutdum, üstünü şəffaf gellə bağladım və voila, hazırdır. Həsən, çox sağ ol. Ekrançiki tıkıldadaq. Keçirik o bir işimizə. Ücə dırnaqlarımızı işləməyə keçirəm. Ay, bu baş parmağıma baxıram, çox xoşuma gəlir. Göz çıxarır, Pramoy. Ay Allah. Sonra deyirlər ki, bu belə deyil, elədir. Ekranı bəyənin uşaqlar. Bir dəqiqə. Ekranı bəyənin, ekranı. Uşaqlar, ekranı bəyənin. Buraya qədər, dedik. Əladır. Başlayaq. Dırnaqları qoyduq. Sonra. Bu dəfə mən Fixit'in primerlə istifadə edəcəm. Niyə istifadə edirəm? Qoy açıqlamasını verim. Çünki mənim öz dırnaqlarımın üstü burada bu zədəli idi. Sınmışdı. Baxın, burada da zədəsi var. Həmçinin bunların da zədələri var. Ona görə mən eləyəcəm bununla. Fixit'in primeri ilə. Ekranı bəyənək. Və birinci sidin Nail Prep-nə istifadə edirəm. Amma serdeçkalar, xoş xəbərim var sizə. Birinci mən çay içəcəm. Ekran çıxı tıkıldadın, çay içəcək işləyə bilmir amma.
Bilirəm darıxmışdınız, məni görmək istəyirdiniz. Bu saat düşmən qalar. Oturub canlının o başında. Xoqqa verir şimdi məni güdürlər. Qoy biraz görsünlər, biraz da çatlayıb partlasınlar. Canlarım, ballarım, aşk böcəklərim. Ekran çıxıb tıkılladım. Gıcı mənim gün paylaşılmayıb. Ondan bir gün sonra olur. Niyə belə olur, hələ də başa düşə bilmirəm. Allah qorusun, qərib yerdə. Saat 10-a kimi işləyir, dedim sumka yollayım. Qabaqda hazır yeməklər yollamışdım. Siz nə vaxtda manikür kursunuz? Ayın 15-də. Oyanmayan pişirib yollayım dedim. 15-i yazılıb gələ bilərsiniz ayda. Bir dənə özüm getmək istədim, sonra uşağın üzünü görməyəndən sonra niyə gedim dedim. Heç olmasa sumka yollayım. Mən bugün yazıb ki, mammış. Neçə gün demək olar ki, yazdım. Görməyin, sonra xoşunuza gələcək. Kim amma ayın axırına kimi iş çoxdur. Mən də yazdım ki, bu sumka yollamaq istəyirdim, daha səsi çıxmır hələ. İnşallah ki, inşallah xeyirli olsun. Hamısı nə yaxşı, hamı yaxşı olsun. Aleykümsalam. Və yaxud da ki, turşsuz İnşallah Allah qismət edəndə görüşərsiniz. Götür. Hər ikisindən olar. Götürürsüz, bir balaca dedim, hamısını dağıtdım stola. Püm, mənə. Da. Qızlar, gəlin 25.000 kaya doğru qalxaq. Köməkləyin biraz. Gözüm görmür. TikTok attı canını. Yəni ki, mənlik deyil də, görürsünüz ki, mən işləyirdim canlıda. Seyfəm spamdadır deyə. Gəllaka iki qat çəkirsiniz. Bəli. Çünki bir qat çəkəndə altdan rəngi görsənir. Gözünü çıxartdı. Bəli, olur. Baxır hansı baza. Necə qısa dırnaq edirsiniz? Qısa? Qısadır bu. Dizaynı yığıram. Baş barmağımı görsünüz necədir? Elə olacaq hamısı. Dırnaq qaynağı Səlyan Arzu. Superdir, əllərinizi sağlıq. Teşekkürler. Yox, bu gellak məni doğrultmadı. Ay, yayılan gellakdır, bax buna da yayıldı. Dizayn üçün yanınıza gəlmiyorlar. Olar, bu tek çəkim. Gözbək. Yenə də bax atdı. Uşaqlar, gəlin az bir zamanda 100.000 kaya doğru qalxaq. Baxın, səhifə görsə spamda deyil, özünə yəni işləyir də səhifəm. Mən qabağı gətirəm, bu arxaya qaçır. Tek çəkəcəm. Bəli, olar. Dizayn üçün gəlib öyrənə bilərsiniz. Hansı gellakdır? 50.000 eləyən kimi deyəcəm.
Böyüdücü kameradan istifadə edirsiniz. Ümumiyyətlə belə işləyəndə böyüdücü kameradan istifadə edirsiniz. Bu şey Yox. çəkilir. Linzan deyirsən? Hə. Yox. Mən ümumiyyətlə nə kamera, nə deyirlər ona? Əlavə orada qoyurlar ki, qəşəng görsən. Əlavə orada qoyurlar ki, qəşəng görsənsin. Eybi yox, tezdən gələcəklər. Zəng gəldi uşaqlar, üzürlü sayın. Bax, yenə də atdı. Əsəb keçirəm. Oy, ekranı bəyənin uşaqlar. Bəzi laklar belədir, özünü buraxır. Bəzi insanlar kimi laklar da özünü buraxır da, görürsən, ay qız. Yenə atdı? Yox, atmayıb. İşləyir, burada baxıram. Sən çıx, təzdən gir, səndə canlı gecikir. Təzdən gir, hə. Ekranı bəyənir uşaqlar. Bəyənir ekranı, hə. Səs gəlmir, deyil, donub. Gəlmir səs? Gəlir. Yaz ona ki, təzdən çıxın, gelin. Səs var. Yazlar ki, səs gəlir. Ona yazın ki, qızlar, çıxsın, təzdən girsin. Ekranı qızlar bəyənin. Çeyin suyunda, radiatorun. Veriblər. Neçə gündür yox idi, donurduq burada. Nədir? Niyə belə ki? Nə biləm, gah verirlər, gah vermirlər. O, yaşlar vatlar, xaraban yetisi var ki. Yaşlar vatlar deyir. Keyfləri iləndir də, işləməkləri. Baş barmağınızdakı dırnaqlar düzəldir. Qızlar, ekranı bəyənin. Deyir ki, sadə lakla etmək olar.
Sadə lakla. Sadə lak yox. Belə deyim də, sadə lak tam qurumalıdır. Tam qurumasa qopub düşəcək. O da vaxt alır. Ondan sonra gedən gel lakda da alın. 3-4 manatda da bahalı bir şey deyil ki. Sadə lak nə idi? Ayda havada quruyan. Hə. Yəni vaxt baxımından vaxtınız alacaq. Böyle yayılır. Nə qədər çalışıram ki, yayılmasın. Zibil deyə zibil. Əsəb oluram. Ya, baxdım alır. Ona görə xoşlamıram da mən bu ucuz materialları. Bax, vaxt alır. Yeni cəbdəyicələr ki, ucuz materiallarla işləyirsiniz. Yaxşı eləyirəm. Bacarırsınız, siz də işləyin. Bəyənin ekranı. Bu material, bu gellaklar tələbələr üçün idi. Mənim işlətdiyim deyil də, belə deyim. Prosta məndəkində sırf belə tünd rəng yox idi. Ona görə məcburiyyət qarşısından buna bax, vaxtımı alır, əsəb oluram. Bir yerini düzəldirsən, digər yer dağılır. Əsəb oldum. Zibil. Bildiğim bazı zibildi, zibil. Əsəb elədi qoyduyam məni bu gellak. Mən nə qələt eləyib bu gellakı götürdüm. Neyse, dibine girmeyek onda. Dibinə də girməylə necə becər görsənir dırnaq. Короче, bu zibildə qalbişiklər, sirdeçiklər, bir də belə gellaklar almayın. Gündür mənim tələbələrimin əziyyət çəkir. Dillənmirlər də heç vaxt ki, Arzuxan bu yayılır.
qorxularından söktürüb yığdıram axı. Neyse, cəhənnəmə. Oy. Buradan əla görsən, süper deyiləyəcəm. Bundan toydayam, kakras süper alınıb. Çox sağ ol quzum. Ekranı bəyənək. Uşaqlar, ekranı bəyənin. Çox gələtliyib mən bu gəllaqı götürdüm. Bəyənin ekranı qızlar. Aç da bunu. Günlüğünü çox sağ ol quzum. Uşaqlar 50 min kaya doğru qalxaq, sonra 100 minə doğru qalxaq. Tez bir zamanda eləyək ki, səhifə spamdan çıxsın. Hansı film mantıqlılar almayaq bizdə. 100 min kaya eləyin deyəcəm. Baxın qızlar, ümumiyyətlə belə bir şey var da. Sizin işiniz gec bitirsə, istər o gellaqda, istər başqa şeydə, demək ki, sizin istifadə ediniz materiallar zaydır. Bizim materiallardan çox şey asılıdır. Nə işlədirik, bax onlardan çox şey asılıdır. Çünki, yadınızda saxlayın, sizdə əgər keyfiyyətli material olmasa, sizin işiniz çox uzanacaq. Görürsünüz necə uzandı mənim işim. Halbuki, görmüsünüz də mən cəmaata gellaq vuranda. Tez-tez hamısını eləyirsən, çıxır gedir. Dibləri bərbad görsənir, dırnaqlarımın, amma eyb yox. Məndə həmişə qəşəng olub deyə ürəyim partlayır. İndi nə edirəm? Uşaqlar, baxın. Məndə bayaq ki, bu firma var idi, bu və bu ikisi. Bu ikisindən istifadə eləyəcəyəm. Deməli, ağızlarını açıram. Almayaq bizə sid yaxşıdır, istifadə edirəm. Hə, sid yaxşıdır. Sid yaxşıdır. Prosto bu sid deyil də, bu başqa firmadır. Sidin korичnevisi yox idi, məndə tünd korичnev mənə lazım idi. Bir məcbur qaldım, bu zibili götürdüm. Baxın, birinci mən bundan vurdum. Sonra nədənsə bu mənim xoşuma gəlmədi. Bu rengi ümumiyyətlə xamilyondur, yoxsa bu lakın üstündə elə görsən? Xamilyondur. Bunlar xamilyondur. Burada görsən ki, korичnevlər görsənir. Prosta tünd, içi doludur deyə elə görsən. Amma boşaldanda bax, xamilyon görsən. Bax, renk fərqli görsənir. Ən çox yaşlı çalır. Amma bax, burada korичnevə çalır. Hə. Bunu bağlayırıq. Sonra belə oldu ki, qızlar, mən bunu bəyənmədim. Gördüm ki, yox, fitirka deyil. Gördüm ki, bu biraz çirçur tündləşdirdi mənim dırnağımı.
və xamilyon olduğuna görə bax fərqlidir rəng. Görsən necədir? Gözəldir. Hə. Prosta bu mənə görə biraz çox tünd görsəndə. Mən sonra nə etdim? Eləmədim tənbəllik, götürdüm bu birisini. Gör indi nə baş verir burada. Sən mamaya dedin mənlə gələcəksən? Hə, dedim. Hə, все. Narahat deyil. Hələ ki yox. Bitirən kimi çıxırıq. 12. Yəqin 12-yə. Çünki namazlar. Nəyim var? Namaz qılırsan sən. Ay Allah, bağlı qızdır. Bitirərik o vaxta qədər. Neçədə saat indi? Ona qalıb Nə qədər? 25. 25. Bir belə plaza qalacaq. Yox, belə olacaq. Və sonra neyiniyəm? Deyir ki, Hə. qaçırtdım deyir, lakdan sonra nə çəkdim? Qaçırtmayaydın. Deyə bunları vurdum. Zərləri. Hə. İndi neyinirək? Götürürəm bizim üst formaları. Gətir qurudanı. Qızlar ekranı bəyənin. Hə, tap oradan. Yox, korичневdə qızlar, qara gellak deyil. Arzulak üstdən zərlər elədin. Bəli, quzum, bəli. İndi isə qızlar, baxın. Deməli, Aytikanın belə bir geli var. Bura gəlmə, mən sən deyəndə gətirərsən. Apar oyuna, apar. Baxın, bu geli ilə mən yapışdıracağım dırnaqları. Niyə ondan yapışdıram? Alt hissəsindən baxın, görsün nə qəşəng çıxır. Aha. İndi baxın üstündən də. Buradakı perexod, bu perexod görsənməyəcək. Amma bu zərləri mən tutanda görsənir. İndi tam oturtmamışam da buradan qoyanda perexodu görsənir. Mənə lazımdır ki, perexod görsənməsin. Ona görə gör indi nə ağaracam. Ekranı bəyənək. Yenə də bizim əvəz olunmaz LBC 3 nömrəli kist və getdik. Bir də ki, elə bir ki, bu rəngi qoyanda dırnağın içindəki rəng tamamilə başqa cür görsənir. Biraz elə bir ki, seksi-peksi görsənir, qəşəng görsənir. Deyir, ağ dırnağı, ağ dalğanı spirtlə yayırsan, yoxsa problem. Baxıb görəcəyiz. Mən sənə deyəndə gəl, yaxşı, hələ yox. Deyəm. Gözlə. Xodda. Gözlə, bir damış dala tut. Bir damış dala. Aha. Get dala. Aha. Şu. Gözlə. Uşaqlar, ekranı bəyənin.
Mənə elə gəlir ki, mən əllərimin səhv götürmüşəm. Böyükdür bu. Saxla. Bu əlimi çox böyük oldu. Gözlə bilən mən baxayım. Götürmüşəm. Mən deyəsən səhv götürmüşəm. Bu işləmədi. Dəqiqə. İşləmədi. Hə. Yox. Bir dəqiqə. Hanı mənim dırnaqlarım? Ekranı bəyənək uşaqlar. Hə, sol 10'da. Alt. Hamısını böyük götürmüşəm. Ay, səhv götürmüşəm. Mən sağı yığıram. Sağın dırnaqlarında solu yığıram. Böyük olacaq. Mən heç yox öz dırnaqlarımda. Canıma heç nə olmasın. Eybi yox, dırnaqdır. Ekranı bəyənək uşaqlar. Sıxaram indi. İncəldirəm. 60 oldu. 60 da orada. 70. Böyükdür. Zadı gözəldir. Qızlar. Keçən görsənir. Keçdik bu birisinə. Ayda 5. Bu da buna böyükdür. Hə, özdə nə böyükdür. Yox. Deyirəm baxa, nəsə nito deyir bu dırnaqlar. Axıra kimi qurutmuram. Yarı-yarı eləyirəm hamısını. Çünki sonunda qoyacam da qurumağa. Uşaqlar, ekranı bəyənək. Ölçüləri səhv götürmüşəm. Sağ əlimin elə bir ki sola yığıram. İndi kimdir ki saat bunu yığın? Mən sən deyəndə gəl. Deyəm, bunu da buradan eləyək. Hələ yox. Deyəm, hələ yox. Xodda. Vişə. Uşaqlar, ekranı bəyənir, baxın, görüm düzünü dayanır. Aha. Mən də bu barmaq görsən çox əyridir. Mən çalışam bunu həmişə düz qoyum. Hə. Qızlar, ekranı bəyənin. Молодец. Kimiydi onlar? Serdeçkalar, siz prəm ürəksiz ki. 103 nəfər. 103 nəfər, halaldır sizə qızlar. Sizə halaldır. Mən sizi alqışlayıram xodda. Saxlan. Amma çox qəşəngdir axı.
Neyse, qoyum qurusun. Şəffaf gel niyə gec quruyur, tez quruyan hansı yaxşı olur? Əksinə əzizəm, şəffaf gel çox tez quruyur. Səndə hansı firmadır? Bax, alırsan bu şəffaf geli deyən. Hara qoydum onu mən? Bax, al bunu. Bax, beyəklərimi bundan işləmişəm. Çox tez quruyur, yaxşıdır, keyfiyyətlidir. Və bax gözəlim, bu firmanın nə gelləri, nə topqatları sarı rəngi belə götürmür də. Yəni misal üçün əgər siz orada sarı kökəl vurmusunuzsa, heç saralmır da. Başa düşdünüz necə? Məndə bax sarı kökəl əlim dəyib dəfələrlə. Heç nə olmuyor. Nə geli götürür, bax altında topqat yoxdur, sadə gelin özüdür. Nə geli götürür, sarı rəngi, nə də topqatı. Keyfiyyətlidir. Yox, eləməliyəm. Mərmər deyil o, ürəyim. Elə mərmər olmur. Bu mərmər deyil, balam. Bu, mən bunu siz necə görəm? Qarın, o dağ ətəklərində qarlar olur, o düşən yerinə düşür. Dağın o üstündə baxırsan ki, hansısa bir yerində qar var və düşür belə. Bax, onu oxşadıram. Bir ona, bir də ki, dəniz dalğasına. 2 dənə mənzərəyə oxşadıram onu. Hə, həm dəniz dalğasına, həm də ki, o qarın düşəcək hissəsini oxşadıram. Baxın. Və bunu bu fəsil üçün eləmək olar. Misal üçün mən hələ qışdan çıxmamışam da, elə qışdayam. Neysə, çox danışıram. Qoy bunu da sıxaq. Sizin topqat neçədir? 15 manat. Bahalı deyil. Görün necə gözəldir bu. Bu yenə də yapışdı deyən. Sehnəm gedirə stolun üstündə yapışqanlı olandı. Gəldik. Bu birisi dırnağımıza. Atika doğru. Gel Atika gəlir də. Bu barmaq hamıda olduğu kimi görürsünüz, məndə də əyridir də. Bunu göstərim, bax. Görürsünüz, əyridir. Oy. Bax, əyridir. Əyri gedir. İndi isə mən bunu düz qoymağa çalışacağım. Neyinirəm? Hələ yox, mən sənin... Bir damcı dala get, mən balam. Get. Mən sən deyəndə gəl. Xodda. Saxlam. Şu, dübbələm düz. Bir dəqiqə. Baxın qızlar, mən işləyirəm Atikanın gelirində.
1 qram yandırma yoxdur. Hələ vəsə çək. Hələ məndə dırnaqlar zədəli dırnaqlardır. Başa düşdünüz? Yəni bax sınıbda zədəli sayılır. Yəni yandırması yoxdur. Qəşəngdir. Bəs baş barmaq nə? Yəni nə gözəl aha, bunu oxumuşdu. Bəs baş barmaq. Baş barmağı işləmişəm də. Deyir, nə qədər pensiya alırsınız? Anın aldığı qədər almırıq. Hələ o qədər kaftar deyilik. Salam, Məcid, necəsiz? Ekrançıqı tıkıldadın uşaqlar. Bəyənək ekranı qızlar. 1911-ci il təvəllüdsüz. Yo, 88. Ədə kaftar nənənlə yaşıd deyiləm, narahat olma. Ya da anonla. Ekrançıqı tıkıldadım. Sən yaxşı ol təki, teşekkürlər. Canlarım, fanlarım, aşk böcəklərim. Ekranı dən bəyənin uşaqlar. Neçə ildə vəfat etmişsiniz? Yəni, anavı nəzərdə tutursan, mən sən peysər çikin geçən işləyirəm öz yanımızda. Yəni, anavı burada bizim yanımızda alçaldırsansa, doğrudan da sənin mənliyin yoxdur. Sən maman klublarda atdıranda, biz oturub burada dırnaq düzəltmişik. Və hələ də yaşayırıq. Birdən xətribə dəyər, mağazadan arada qoz alıram, almayla bir yerdə. Söhbəti tut da. Çay içirsiniz? Bəyənək uşaqlar. Çox şey eləmə. Salam Aytaç, salam. Ekrançıqı tıkılda da. Aha. Çıxardıram. İndi baxın qızlar, mən nəyə fikir verdim bu işi görəndə? Yəni qıraqdan çıxıntım olmasa da belə, biraz elə bir ki, bilmirəm, orada görsənmir deyəsən, buradan belə göstərim. Mən daha hər şey diqqətləyirəm. Və görsələ bir ki, süd rəngi biraz fərqli yaratdı burada. İndi o yaradılanları mən uzaqlaşdıracağım. Həm də bu sağ əlimin ölçüsünü sola işlədim də, belə deyək ki, səhv ölçüləri götürüb yığmışdım. İçini də axut olmadı təzdən yığmağa. İndi isə mən bu perixodları itirəcəm. Baxın, görün necə itirirəm, yaxşı. Belə. Bir dəqiqə, salam. Necəsən, Qaybiş? Yaxşıyım, Aytaş, siz necəsisən? Eydirdir. Ay, nəfəs boş ver. Nəfəs, aynı. Dir ailəsinin tatanıdır. Düzdür, vallahi, mükəmməl, çox gözəldir, vallahi. Neyse, başlayalım qızlar, baxın. Mən bir balaca, yenə də eynən, baxın, göstərirəm, Atikanın geli ilə işləyəcəm. Niyə bundan işləyirəm? Qəşəng deyə qızlar, prosta krasatadır. Prosta krasatadır, çox qəşəngdir. Superdir. İndi hərəsinin, baxın, bu alt hissəsini də göstərim qızlar, baxın. Və qıraqdan, indi burada Apex soşkası yoxdur deyə qəşəng görsənmir. Apex'in yaradaq, sonra baxarsınız. Videoyu çəkirsən. Az yavaş danışma, biraz bək danış, narahat olma. Neçə yaşın var sənin? 24. 24? Mama neçə yaşı var indi? 83 var. O zaman mama cividir ya. Dünən qıza maması model kimi gəlib. Deyəndə mamada, dedim bacıdır, dedi yox mamada. Dedim dəqiq bacı deyil, dedi hə. Kukula kukula. İndi gidəcək, baxır. Baxır. Demişdim, hə, baxarsın. Demişdim, baxarsan.
Axırda mamanı dırnaq ustası eləyəcək. Deyir ki, gəl deyir, mən dırnaqlarımı qısalt deyir. Hər tərəf eləyir. Kim deyir? Mama. Hə, baxır. Yox, bayaq demişdi. Örgəşməyib də o zaman dırnaqları ondan görə. Maybe o 1-2 gün örgəşəcək. Denə yorğunum, bir qədər də çıxartmaq. Yəni heç nəmi 1-2 gün örgəşəcək. Mamaya deyən ki, cool qızlar belə eləyir də mama. Rich girl'lar elə eləyir. Ay, çox qəşəng. Getdi quruma. Bir dəqiqə. Salam bey. Hə. Salam, həqiqətən mükəmməl iş görürsünüz. Çox sağ olun. Salam baş barmaq niyə fərqlidir? Fərqli deyil, ondan eləyirəm. O sonlanmış halıdır da. 42 yaş, maşallah. 42 yaş kimdədir? Sən maman. Mamandır bu? Yox. Həsənzadə kimdir? Yox. Hə, neçə yaşınız var? Məndə 37. Mən elə uşağam ya qızlar. Hələ böyüməmişəm ki. Ekrançıqı tıkıldadım. Baxın, yenə də eynən bu zərdən götürürəm. Və yenə də rich dırnaqlar düzəldirəm. Parıldasın biraz da. Gözə girsin. Göz çıxarsın, düşmənlərimizi kör eləsin. Все. Bax. Dibi görsən nə qəşəng gəldi. Belə plavla getdi, qəşəng. Yəni əsl ambar effekti yaratdıq. İndi isə bayaqki effekti mənim xoşuma gəlmirdi. Yəni mən də sizdə xoşlayıram ki, ideal olsun. Hamı danışsın. Mənim dırnaqlarımdan. Ona görə burada bu artığı var. Görəsən videoda düşməyəcək. Məncə düşəcək. Bir dənə bunu tez rədd edeyim buradan. Bunu bağlayıram, götürürəm. Artıq buna ehtiyacımız olmayacaq. Prosta mən indi bunu eləsəm, gərək... Pülka ilə düzəlməz. Yox, üstündə dizayn var. Yox, olmayacağım, qaldı. Yox, bir dənə dırnaq da kim nə bilir. Məndən başqa onu kim biləcək ki, qızlar, bundan işləyəcəyəm. Çünki, yəni də deyirəm, sarı kökü belə götürmür. Çox qəşəngdir, keyfiyyəti də superdir. Və belə qoyuram ki, görəsiz. Bunu da pişim eləyibəm. Cigər yanmış, hə. Bir baxaq da baş barmağa, bax. Formanın içinə də vurmuşdunuz bu zərdən. Üst formanın, hə. O niyə yaşıl oldu? Elə görsənir, amma yaşıl deyil. Xamilyondur qızlar. Prosta xamilyonçik takaya. Siz bunu niyə saxlamışdınız? Video çəkmir. Bir dənə dırnaq olanda tez söz olur, onun üstündən rahat olma. Deyir ki, elə bil ki, ağ olmasa başqa bir dizayn olsa daha gözəl olar deyə.
olardı. Siz başqasına eləyin, mən belə istəyirəm axı. Fərqi yoxdur ki. Başqa cür eləyin. Mən belə xoşlayıram. Başqa necə eləmək olar buna? Necə yaraşardı? Məncə bu daha çox yaraşdı. Zövqlər müxtəlifdir. Axı hamı mənim sevdiyimi sevə bilməz. Mən də hamının sevdiyini sevə bilmərəm. Bu ümumiyyətlə fərqliyi xoşlayandım. Yəni siz bu dizaynı bəyənməmisinizsə, siz başqa cür eləyin. Mən burada sizə texnikalar göstərirəm. İstəyirsiniz eləyin, istəyirsiniz eləməyin. Deyir çəkdiyiniz nədir? De baxın bu. Sidin şəffaf geli. Birazdan. Sidin şəffaf geli ilə Apex toçkası yaradıram. Apex'i yoxdur. Bax görsən necə planını aparıram. Ki orada mən çox yontmayım deyə və tuturam belə ki, ətrafa çöksün. Buradakı bu hündürlük itsin. Bax tuturam. Gördün? İtir hündürlük. Всё, getdi. Başa düşdün? Belə səliqəli eləyəndə sənin pilkan da çox getmir. Yəni vaxt aparmırsan. Başa düşdün? Yəni ay 2 saat oturasan, pilkalayasan, cəmaatın əlini şikəsləyəsən, yox, olmur elə şeylər. Bax görsən Apex-i yerindədir. Hə. Görsən 100 manat eləyəcəksənsə dırnaq elə. Yox eləmirsənsə dəymir. 2 saat ələşə vuruşmağa, bu qədər material itirməyə. Mən həmişə qızlarıma deyirəm, neçə işləyəcəksən? Hə, 25-30 manat dəymir. Götür dibdən yapışdır, yola sal getsin. Sınacaq vaxtında gələcək hələ. Yoxdur buna sən 100 manatlıq dırnaq elə bir hoqqa versin. 2 aydan sonra gəlsin dırnaq düzəltməyə. Arzu dibdən niyə qoymadın? Elə ona görə. I am rich girl, bahalı dırnaqlar eləyirəm ona görə. Salam, dırnağım dibdən atma səbəbi nə ola bilər? Dib hissəsini dərin manikür eləmirsiniz. Üst formadır, bəli. Və ola bilər ki, geli çəkəndə toxunur. Hə, indi şəffaf gel eləyirəm. Çox gözəl. Elə bir ki, hə, bunu toxudur. Deyirsiniz, harada oxumusunuz? Azərbaycanda oxumuşam. Kursu deyirsinizsə, mən Samoçkayam. Özüm öyrənmişəm çox şey. Bir dənə Bukladnon French'in forma üzərində olan, yəni forma gel üzərində olan texnikasını şablon üzərində də belə deyək. Onu Qazaxstanda keçmişəm. Ekranı bəyənən, nə? Deyir ki, süperdir. Canımsan, sən elə məni canlı gör. Uşaqlar, ekranı bir balaca bəyənək. 100K az qalıb. Az qalıb? 74. Sağ olun. Məni başda partladıblar ya bugün canlımı. Qızlar. Deməli istəyəndə eləyə bilirsiniz. Hə? Qancıqlar, bən niyə əvvəllər eləmirdiniz? Hə? Bir dəqiqə, aha, atdı yenə görsən. Canlına hoqqa verir. Gözə bir dənə baxım, düzəldim bunu. Hə, ekran çıxıb tıkıldadın. Aha, Asena. Görsən, Asena mənim adamımdır. Asena bizdən də. Nə deyir? Novastroykan qarışdı. Nə deyir? Deyir, ay bax, yenə Novastroykan qarışdı. Novastroykan? Hə. Necə yəni? Hanı o? Harada yazıb bir dəqiqə? Aha, ay bacı, yenə Novastroykan qarışdı. Novastroykan sağ əliniz etməyəcəksiniz. Yox, görmüşəm gözəl.
Kimi, nəyi? Mənim canımsan Nuqiyacığım. Bax, söylüdük, ay bacı, pərdə ütüləyə belə indi. Can. Ay qız, qakoy söyləməyə, mənim şirin sözüm deyə. Evdə pişiklərim var, hoqqa verirlər də. Arada olur qucağıma gəlmirlər. Onları da elə çağıram. Deyirəm, qancıqlar, sizə pul tökən mənə. Mənim qucağıma niyə gəlmirsiniz? Məcburdular. Elə zəhilləri gedir məndən. Götürürəm, ovucuma salıram, qucaqlayıram. Qışqıra qalırlar. Bil ürəyimdən od çıxır. Deyirəm, bu bilə edəcə bilirəm. Mən sizə deyirəm, saxlayıram. Məcbursuz. Deyir, hardadır şirin? Xətai metrosu yanında. Qızlar, bu arada qoy bir dənə şey deyim. Ayın 15-i bizdə sıfırdan baza kursu başlayacaq. Kim istəyirsə qoşulub gələ bilər. Bir yerimiz boşdur. Bir dəqiqə. Azərbaycana gələndə mütləq baş çəkərəm. İnşallah. Harda sanki ay Nils Günay? Bacı, onları sən çırpırsan da ona görə. Bacı, qətiyyən ay qız. Qətiyyən. Ay onların popusunu yeyim. Götürəm dodaqlarından, ağzından, üzündən, götündən, hər yerindən öpürəm. Deyirəm, məcbursuz mənə dözməyə. Qucağıma sağıram, nədadır, bu şey var ya, pastelimin altına sağıram, qucaqlayıram. Qışqıra qallar, bıraxmıram ki. Deyirəm, məcbursuz mənim qucağımda uzanmağa. Bəlkə ona görə zəhərlər gedirəm məndən. Bir dəqiqə. Səni izləməkdən zövq alıram, canımsan. Çox sağ ol. Üst göz Yekaterinburqda canımsan. Tez gəl. Anne qadın. 3 uşaq anasıyam. 2 qızım var, 1 oğlum. Bacıları qardaşının ögeydə. Üst forma eləmədən tips üzərində belə işləmək olar. Olar. Bu effekti verəcək. Verəcək. Düzgün plika vursa, o görə plika texnikasını ideal bilsin. Ümumiyyətlə, fərq yoxdur. Lüboy dizaynlardan söhbət gedir. Hər bir qaynaqda eləyə bilərsiniz. Bir dənə şarikləri hər qaynaqda eləyə bilmərsiniz. Uşaqlar, ekranı bəyənək. Çayını soydum. Vişə indi götürürəm. Bir də onsuz da 2 dəqiqə altını qurutmamışım. Axı bunların hamısına qoyacağım quruma 2 dəqiqə. Onda içəcəm. Tezləşsin deyə qızlar, necə gəldi işləyirəm. Sonda da 2 dəqiqə həm üstünə, həm də altına qurumaya qoyuram. Qızlar, ekranı bəyənin. Bax. Görsən, burada çıxıntım var. Bunu götürürüm. Sonra fırladıram və buradan göstərim. Getdi. Gördün? İndi nə edirəm? Tuturam ki, bu yerinə otursun. Çünki ortaya yığmışam. Gördün? Çox çətinmiş. Çox çətinmiş. Yox, çətin deyil əslində qalsa. Sadəcə olaraq vaxt aparan işdə. Yəni çətin deyil, vaxt aparır. Mən burada çətinlik görmürəm. Sadəcə olaraq vaxtımın çox getməyini görürəm. Bunu bir dənə bağla hələlik. Bir dənə dırnağım qalır. Onu canlıdan kənar çəkilişə görə saxlamışam. Onu eləyim sonra öcə. 100.000 kaya az qalıb ay qızlar. Bir dəqiqə. Qiyam. Biraz da söz Yaxşı ki, baxdım. Bunu bax sönürdü. Sənin başın üçün qoymadım ha sönəsən. Niyə elə? Bax, bunu göndərir. Bax, bunu göndərir.
Bunu mən görməyəndə, hə, elə bir ki canlıda elə bir ki aktivlik görmür. Ona görə qudurumlar yəni görsən. Bir dəqiqə serdiçkalar, ikinci gözlərimi çıxaram. Bulanıqdır. Peki. Yani şey. Çok sağ olun. Sen sağ ol kuzum. Çok şükür. Canımsın. Alo. Salam. Hə, bildim. Yaxşı. Ne deyir? Maşının nömrəsi, maşın deyil, bıyıdı. Bax kuzum, 2 günlüğe qoşuldun da sən. Hə, Öyrənmək olur 2 günlükdə. süper. Əla. Çox sağ olun. Değməz. Çok öğrendim. Yani Ona görə qızlar qorxmayın 2 günlük mənim kursuma qoşulmaqdan. 10 gün gəlib heç nə bilməməkdənsə 2 gün gəlin ideal örgənin gedin. düşünmüyordum ki bu kadar ideal anlarıymış. Ünvan Xəta metrosunun yanında. Çıxırsan. Bir dəqiqə qızlar, siz bəyənin ekranı. Bax, bəyəni yoxdur. Bəyəni getdi. Qızdan göstərdik, bəyəni getdi. Gəl. Gəldim.
Uşaqlar ekranı bəyənin. Bəyəni yoxdur yenə. Hə, yox var. Belə göndərim quruma. Hə, indi oxuyuram. Burada indi kraska geldi deyə 2 dəqiqə quruyacaq. 2 dəqiqə olduğuna görə qıpranı oxuyum sualları. Hə. Axşamınız xeyir olsun. Yorulmaz çoxsan görünmür, görsənmir. Nə gözəldir. Lakın üzərindən üst forma oldu. Məni qaçırtdım. Hə. Salam. Ney bayirdin? Anlamadım sizi. Kisti topa batırıb edirsiniz. Kisti topa çata vurmuşsunuz. Topkata vurmuşsunuz. Hə. İmkanım olsaydı indi sizin dizayn dərslərə gələrdim. Salam, ünvanınız hardadır? Əl işiniz mükəmməldir. Ünvan xəta metrosun yanı. Ödəniş nə qədərdir? Qiymətlərlə bağlı WhatsApp nömrəmi səhifədə var, oraya yazın. Kisti nəyə batırırsınız? Topkata. Sidin topkatına. Fırçanın üstünə nəsə batırmışsınız? Yox. Fırçanı batırmışam sidin topkatına. Yəni sidin topkatı ilə işlənəndə bu kraska gelən yığılmır. Amma digər topkatla digər kraska gellərlə işləsəz o yığılacaq. Yəni bu cür olmayacaq. Salam gözəl. Salam Ayşən salon. Topla yayırsınız. Bəli, kursa qoşulmaq üçün bizim WhatsApp nömrəmiz səhifədə var. Girin oraya yazın. Sonra kestin ucuna bazaya top vurursuz yəni topla. Aylıq nə qədərdir? WhatsApp nömrəmiz səhifədə var. Quzum, girin oraya yazın. İmkanım olsaydı sizin dizayn dərslərə gələrdim. İnşallah quzum, imkanın olar gələrsən. Gel hansından edirsiniz? Mən sidin gelindən işləyirəm. Vəsə. Keçdim digər işimə. Yəni dizaynlarım hələ bitməyib mənim. Deməli biri deməli belə gəlir. Bir dəqiqə. Ben niye buradan başlamıram? Uşaqlar, ekranı bəyənin. Bir dəqiqə. Sidgelləri də yazım düşmür. Nə yazırsınız oxuyuram. Gecikdim. Ağ necə çəkdiniz? Baxın görəcəksiniz. O biri barmağınız indi edəcəksiniz. Yox, onu saxlayıram çəkiliş üçün qızlar. Ekranı bəyənin. Uşaqlar, ekranı bəyənin.
Uşaqlar, ekranı bəyənin. Gəlin 150.000 kaya doğru qalxaq. Sidin top qatına batırıram kistə. Çünki sidin top qatında kraska gel yığılmır qızlar. Digər top qatlarla yığılır. Kraska gel də görürsünüz ağı çox gözəldir, idealdır. Fox firmasının kraska gelidir. Yəni keyfiyyətləri əladır. Qiymətləri o qədər də baha deyil, normal qiymətlərdir. Alın, istifadə eləyin və keyfiyyəti görün. Ekranı bəyənək qızlar. Burada eğriliğim var. Burada da eğriliğim var. Все, gedirik qurumağa. Yenə də 2 dəqiqə getdi qurumağa. Oxuyuram. O biri barmağınıza yeganə ustasınız ki, hər zaman dırnaqlarınız səliqəli vaxtında korreksiya olur. Yox, mən də gecikdirirəm quzum. Gecikdirdiyim vaxtlar da olubdu, amma seçilən seçilməyi xoşlayıram. Kisti topqata, sidin topqatına batırıram. Salam, bu qız yaradıcılıqla məşğuldur. Hay canımsan, bəli. Kraskadır, ağ kraska geldir. O da Fox'unda. Xətləri fərqli çəkdiniz. Fərqli deyəndə ki, oxşadıram, amma mən deyiləm axı, maşınka deyiləm axı, eyni çəkim. Bayaqdan baxırdı, ara verdiniz, çay içdi, sonra da qar rəngi çəkirdiniz. Yenə baxa bilmədim. Qar rəngi yox, ağ rəngi çəkirəm. Qar rəngi deyil axı bu. Baxın qızlar, skrin eləyin. Kraska gelin budur. Skrin eləyin. Sonra top qatımda budur. Bu ikisi bir yerdə işləyəndə yığılmır. Amma digər firmalar hamısı yığılır kraska geldə. Bir dənə bu ikisidir ki, yığılmır. Və kraska gelin verdiyi mühtəşəm nəticəni gillak vermir. Yaxşı. İndi gördüm. Qara çəkirdiniz demək istir. Salam. Oksi qara deyildi ki, quzum. Koriçnov rəngidə. Tünd koriçnov rəngidə. Salam. Oksi baza necə bazadır? Quzum, mən oksi baza ilə işləmirəm. Çünki mənim tələbələrim onunla işləmişdi. Keyfiyyəti yaxşı olmadığına görə mən o firmanı bəyənmirəm. Mənim işimə yararsızdır, belə deyim. Daha dəqiq olsun. Ekran çıxıb tıkıldadım. Bir dəqiqə mən baxım burada. İndi bildik nə edirik.
Ay, gözüm ağrıdı. Hə, bəyənin qızlar ekranı. Bir dəqiqə. Mən Sidin bazasını işlədirəm quzum. Biri niyə qalıb çəkilişə, Sid bazasıdır. Bayaqdan tıqqıldadıram. Yaxşıysam qızlar təcrid. Kis və kraska hansıdır? Kis LBC 3 kraska geldə Fox'dur. Kursuna yox, kursda eləməyəcəm. Mən quzum çəkiliş eləyirəm. Öz əlinizdə belə işlər görməyiniz həqiqətən superdir. Təşəkkürlər. Çox qəşəngdir. Qəşəng gününüz olsun. Hə, bir dəqiqə. Error verdim yenə. Bir sinədən narahatam. Niyə də bu mənim əlimə deyə də bu qədər əziyyət çəkirəm. Gəl bu ikisini eləyək. Vaxtımda getməyini istəmirəm bir tərəfdən. Vaxtımıza qənaət edək. Belə. Şu. Ekranı bəyənin. Birazdan oxuyacağım qızlar. Qıpla bunları çəkim. 2 dəqiqəlik qurumağa göndərəcəm. Onda hamısını oxuyacağım. Hələlik yazın, bir də ki bəyənin. Bəyənin uşaqlar. Canını bəyənin ki canlı atmasın, yoxsa canlı atır.
Uşaqlar, ekranı bəyənin. Bir dənə bu əlimi bitirim, oxuyuram. Görsə hələ oxuya bilmirəm, siz həllik bəyənin. Qəşəng bəyənlər eləyin ki, qoy canlımız spamdan çıxsın. Takip atmayanlar takip də atın. Dəqiqə buralara da baxaq ki, hər yerinə deysən. İfşa, indisi keçdim içinə. Buradan götüreyim. Bir dəfəlik eləyirəm ki, 2 dəfə çıxartmayım. Buradan da belə. Oldu krasota. Gözəldir də, gözəl. Özüm kimi gözəldir. Gözün qızlar, indi oxuyacağım, hələ oxuya bilmədim. İçinə də top çəkdim və içini göstərməsim. Görürsünüz necə səliqəlidir. Yəni dəriyə toxunmur. Bu gözəlliyi yaratmaq istəyən xanımlar bizim kurslara mütləq yazılın. Gəlin. Ay Allah, çox qəşəngdir. Nə yaxşı mən bunu elədim. Çox yaxşı ki elədim. Hə, oxuyuram. Dırnaqlarım getdi qurumağa, mən də oxuyuram. Bir dəqiqə. Nə qoyumsuz formam. Dırnağınızı göstəreyim. Prozraçlı gel hansı məsləhət görürsünüz akvarium yığanda? Bunu deyək, oy süpersiz ayda qız yaradır da. O üçün xaroş. Bunu da oxuduq. Çox gözəldir.